Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Dost TV nefrindən sizi yenidən salamlayıram. Onlayn müfəttişin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugün sizi olduqca aktual və hər birimizi maraqlandıran bir mövzu ətrafında məlumatlandıracağıq. Bildiyiniz kimi, ölkəmizdə əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. Ötən ildən etibarən əmək müqavilələrinin elektronlaşdırılmasına start verilib və artıq prosesin bir mərhələsi başa çatıb. Hazırda isə digər mərhələlər üzrə işlər davam etdirilir. Xüsusilə də özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesi 1 iyul 2025-ci il tarixində yekun mərhələyə çatır. Bu baxımdan seçdiyimiz mövzu olduqca vacib və geniş müzakirəyə ehtiyacı olan bir mövzudur. Elə bu səbəbdən bugünkü buraxılışımızda mövzu ilə bağlı ətraflı danışacağıq. Həmçinin studiyamızda qonaqlarımızla birlikdə məsələnin incəliklərinə toxunacağıq. İndi isə gəlin bu barədə hazırlanmış video çarxı birlikdə izləyək. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli fərmanına əsasən əmək münasibətləri və məşğulluq sahələrində bir sıra dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda bağlanmış hesab olunur. İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında Nazirlər Komiteti qərar qəbul etmişdir. Qərara əsasən iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün elektron əmək müqavilələrinə keçid 2025-ci ilin 1 iyul tarixinədək müəyyən edilmişdir. Bununla bağlı vaxt məhdudiyyətini nəzərə alaraq işəgötürənlərdən elektron əmək müqavilələrinə keçirilməsi xahiş olunur. Bir daha hər vaxtınız xeyir olsun əziz izləyicilər. Dost TV efirində onlayn müfəttişi izləyirsiniz. Qeyd etdiyim kimi, bu günləri efirimizdə özəl sahələr üzrə məhz elektron əmək müqaviləsinə keçirilməsi prosesi ilə bağlı danışacağıq və mövzu ilə bağlı efirimizin qonaqları da buradadır. İstərdim ki, qonaqlarımızı təqdim edim. Bugünkü efirimizin qonaqları Dövlət Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin əməkdaşı İlkin Əhmədovdur. Xoş gördük İlkin müəllim. Və Nazirlik yanında İctimai Şuranın üzvü Sahib Məmmədovdur. Xoş gəlmisiniz Sahib müəllim. Və elə istərdim ki, ilk olaraq sizlə başlayaq. Bildiyimiz kimi, ötən ildən etibarən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinə başlanılıb. Ümumiyyətlə istərdim ki, ötən ildən bu ilə qədər ümumi hansı proseslər həyata keçirilib, neçə mərhələdən ibarət olub, hansı işlər görülüb, bu barədə ümumi bizi məlumatlandırasınız? Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli fərmanına əsasən əmək münasibətləri və məşğulluq sahələrində bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliyə əsasən işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabineti qərar qəbul etmişdir. Bu qərara əsasən əmək müqavilələrinin işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri aşağıdakı kimidir. Dövlət sektoru üzrə 2025-ci il 1 yanvaradək artıq bu müddət bitmişdir. Bildiyimiz kimi, qeyri-dövlət sektoru üzrə 25-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı ilin 1 yanvarınadək müddət müəyyən edilmişdir. Sahib müəllim, siz İctimai Şuranın üzvü olaraq necə düşünürsünüz? Ümumiyyətlə, bu proseslər işçilərin hüquqları baxımından necə dəyərləndirə bilər? Sizcə bu sistem ümumiyyətlə onların xeyrinədirmi? Ümumiyyətlə, elektronlaşma təkcə işçilərin yox, bütün maraqlı tərəflərin, prosesdə iştirak edənlərin hamısının xeyrinədir. O cümlədən indi Əmək və Sosial Müdafiəsi Nazirliyi bilirsiniz ki, son 5-6 ildə sürətlə elektronlaşmanı tətbiq eləyir bütün sferalarda. İndi xidmətlərin çoxu da elektronlaşıb və bir hissəsi də proaktiv olub hətta. O ki, qaldı əmək münasibətlərində elektronlaşma. Bu 14-cü ildən başlasa da, yəni bu təkmilləşmə, xeyli yeniliklər artıq deməli bu son illərə təsadüf eləyir. O cümlədən əmək müqavilələri ilə bağlı, elektronlaşma bir neçə mərhələni keçir. İndi isə son mərhələdədir. Ümumiyyətlə kağız formatdan imtina mərhələsindədir. Bununla paralel olaraq
digər kargüzarlıq işləri də elektronlaşır. Yəni onu da qeyd etməliyik biz. Məsələn, ezamiyyələrdir, əmrlərdir, digər məsələlərdir. Yəni elektronlaşır. Bu əlbəttə bir tərəfdən faydalıdır. İşə götürənlərdən başlayaq. Əlbəttə biz ilk növbədə işçi maraqlarından çıxış eləsək də işə götürənlər üçün birinci onların xərcləri azalır. Dəftərxana bu bürokratiyası azalmağa başlayır. İndi əmək kitabçalarında dövriyyədən çıxarılmasından sonra əhəmiyyətli şəkildə, yəni onlar işçiləri də, həmin məşğul olan işçiləri də başqa sahələrə yönəldə biləcəklər. Bu işə götürənlərin burada faydası var. Yəni hər şey elektronlaşır, işçi qüvvəsi daha az tələb olunur. Eyni zamanda onun deyək burada konkret mənfəəti də olacaq. İşçilər üçün də bu əlverişlidir. Çünki işçilər demək ki, əvvəlki praktikada belə idi ki, əmək müqavilələri, çoxlu məhkəmə mübahisələri olurdu və işə götürənlərin çoxu əmək müqaviləsini ya bir nüsxədə bağlayırdı, yaxud da ikinci nüsxəni işçi tutaq ki, alırdı, heç bilmirdi hara qoysun, itirirdi, götürmürdü. Sonra məhkəmə mübahisəsi yarananda heç nəyi sübut eləyə bilmirdi. Məsələn, işə götürən hissəsi idi, o müqavilədə istənilən dəyişiklik eləyirdi, qalırdı orada və s. Əlbəttə, bu baxımdan işçilərin xeyrinədir. O istədiyi vaxt girib özünə barədə məlumatları oradan çıxarda bilir və s. Ümumiyyətlə, indi əmək fəaliyyəti bir CV-yə çevrilir. Elektron CV, elektron əmək kitabçasına çevrilib. Yəni, bu baxımdan, yəni, indi artıq o kağız əmək kitabçalarının çap olunması və s. Yəni, bunlar artıq o 2014-cü ildən sonra əmək kitabçasına ümumiyyətlə ehtiyac yoxdur. İndi onu hələ dövriyyədə bu günəcən qalmağı bir neçə problemlərlə bağlıdır. Mən İctimai Şura üzvü olaraq onu da bilirəm. Çünki daxildə həm şura üzvləri ilə, həm iki tərəfli həm məşğulluq agentliyinin rəhbərliyi ilə, həm əmək müfəttişliyinin, həm Nazirliyin əmək siyasəti şöbəsinin rəhbərliyi ilə polemikalarımız, müzakirələrimiz olub bununla bağlı. Ona görə də bu bütövlükdə bu proses özlüyündə müsbət bir prosesdir və bu olması da zəruridir. Amma burada indi yanaki məsələlər ortaya çıxır. Deyək ki, bu ağrısız, problemsiz keçir. Yox, burada müəyyən problemlər də var. İndi söhbətimizin gedişində mən onlara da toxuna bilərəm. O ki, qaldı o mərhələlərin müəyyən olunması, bu yaxşı idi. Çünki indi demək, Nazirlikdən bizə əldə etdiyimiz məlumata görə ümumiyyətlə bu proses hələlik 88%, 88,41%, belə deyək 88,5% yerinə yetirilib. Yəni demək olar ki, 12%-ə yaxın, 11% yarım hələ məsələlər açıq qalır. Burada bu 11% də az rəqəm eləmir də. Təxminən bir 150-160 min nəfər eləyə bilər. İndi mən təxmini deyirəm. Yəni bu qədər şəxs hələ də elektron müqaviləyə keçməyib. Hələ vaxt var. Amma bunun arxasında duran müəyyən məsələlər də var. İndi vaxt olsa o barədə də danışaq. Söhbətimizin gedişində də biz onsuz da bu məsələ üstündə müzakirə aparacağıq ki, məsələn qeyd etdiniz ki, 12% qalıb. Onlar 12% nəyə görə qalıb, nə səbəbdən qalıb? İndi bu söhbətimizin növbəti gedişində danışacağıq. Mən iki müəllimə bir sual vermək istərdim ki, iki müəllim biz elektron əmək müqaviləsində gücləndirilmiş elektron imza sözünü çox tez eşidirik. Ümumiyyətlə, bu gücləndirilmiş elektron imza deyəndə nə nəzərdə tutulur və vətəndaşlar bunu hardan, necə əldə eləməlidirlər? Bildiyimiz kimi, elektron imza, elektron sənəd haqqında Azərbaycan Respublikasının qanununa əsasən elektron imza əl ilə çəkilmiş imza ilə eyni hüquqi qüvvəyə malikdir. Bildiyimiz kimi, 3 növ imza vardır. Elektron imza, asan imza, bir də sima rəqəmsal imza. Asan imzanı almaq üçün istifadə etdiyi mobil operatorların müştəri xidmətləri mərkəzinə və asan xidmətə müraciət edir. Bu tam ödənişsizdir. Elektron imza üçün demək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edir və yaxud da elektron qaydada sima.az saytına elektron qaydada müraciət etməklə həmin bu imzanı əldə edə bilir.
vətəndaşlar üçün bu imza ödənişlidir, 30 manat təşkil edir. SIM-a rəqəmsal imza isə smartfon telefonlardan tətbiq kimi yüklənir. Sahib müəllim, bir də bir maraqlı bir məsələ ondan ibarətdir ki, siz ictimai şura olaraq cəmiyyətlə, insanlarla daha çox ünsiyyətdə olursunuz və insanların bir növ nazirliklə cəmiyyət arasında körpü rolunu oynayırsınız. Bəs məsələn, bu sırf elektronlaşma ilə bağlı insanların müraciətləri daha çox hansı istiqamətdə olur? Əslində bu elektronlaşma tətbiq ərəfəsində bizim bəzi müzakirələrimiz, elə yumuşaq desəm müzakirələrimiz, biraz çəkişmələrimiz, polemikalarımız olmuşdu. Nazirlik də bilirdi, bu reformanın həyata keçirdən qrup da bilirdi ki, burada müəyyən problemlər də ortaya çıxacaq və bu gözlənilən idi. Amma təbii ki, bu ən çox məsələlər nədən ibarətdir? Yəni, əsas ortaya çıxan problemlər nədir? Deməli, burada şərti olaraq 3 qrupa bölmək olar. Birinci, ondan başlayaq ki, IT texnologiyaları sahəsində, yəni, xüsusən indi bu atırlar ki, yuxarı yaş nəslinin içərisində, amma yuxarı yaş nəslinin içərisində mənimsəyənlər də çoxdur. Amma bütövlükdə faiz etibarından götürəndə bu yaşlı nəsil, bu yeni rəqəmsal sistemə, süni intellekt, IT vasitələrinə o qədər də, belə deyək, qavraya bilmir və burada doğan problemlər var. Baxmayaraq ki, onun imzası da var, özünün smart telefonu da var, imzanı da kimsə onun üçün yükləyib, amma o girib onu tıklama işini başa çatdıra bilmir. Birinci qrup bunları adlandırmaq olar. İkinci qrup odur ki, şəxslərin ya ümumiyyətlə telefonu yoxdur, ya da smart telefonu yoxdur. Məsələn, bu rayon yerlərində tutaq ki, məsələn, fəhlə peşəsində işləyirlər, xadimə işləyirlər. Şərti deyirəm, tutaq ki, Rusiyadan gələndə oğlu özünün köhnə bir Nokia telefonunu ona verib, içərisində sim kart da elə özünün adına deyil. İndi məsələn, bu şəxs indi imzalamalıdır burada. Və yaxud da digər məsələ var ki, kiminsə lap telefonu da var, amma nömrə özünün adına deyil. Belə şəxslər çoxdur. Məsələn, istehsalat sahəsində baxırsan ki, fəhlədir, gəlir səhər işə, axşam işə gedir. Və yaxud məsələn, bizdə müəyyən sahələr var da, tutaq çörək pişirmədir, qənnadi sahəsidir, burada işləyən xanımlar, yaxud kommunal təsərrüfat sistemində işləyən işçilərdir. Bunlar telefon da olmaya bilər, nömrə də öz adına olmaya bilər. Bir də ki, dediyim üçüncü şəxsdir ki, yəni o şeydən də istifadə etmək çətinlik ola bilər. Əsas bunlardır. Və bunlarla bağlı bəzən işə götürənlər də çətinlik qarşısında qalırlar. Və burada əsas məsələ də odur ki, bizim cənab nazirlə görüşdə də mən bu fikirdə səsləndirdim. Biz çalışmalıyıq ki, əmək müqaviləsi bir tərəfli əqdə çevrilməsin də. Yəni, bəzən olur işə götürənlər gedir, işçini aparır, imzalatdırır, onun əvəzindən imzaları alır. Sonra bilir ki, ondan istifadə etməyəcək, edə bilməyəcək, gətirir verir mühasibatlığa ya o HR xidmətinə. Onlar bu işləri onun da əvəzindən görməli olurlar. Bu da əmək müqavilə prinsipinə ziddir də, yəni belə deyək. Belə problemlər var. Amma indi ki, bu ki gəlib 88,5%-ə gəlib çatıb. Problem həll olub da müəyyən qədər. Yəni, demək olar ki, yəni, proses gedir. Amma burada mən bir məsələyə də toxunum, əgər bilmirəm. Sizin vaxtınıza girirəm mən. Buyurun. Amma deməli, bu əmək müqavilələri dinamik bir prosesdir da. Məsələn, indi tutaq, müxtəlif yollar tapırlar, işçiləri dəvət edirlər, onların iştirakı ilə o işi yardım edirlər iş yerində. Amma bu əmək müqavilələri dinamik bir prosesdir. Ola bilər ki, bir işçinin əmək müqaviləsində bir il ərzində 4 dəfə məsələn dəyişiklik geçsin. Misal deyirəm, sığorta stajı, iş stajı, əmək stajı deyək, 4 il yarım idi, oldu 5 il. İndi məzuniyyət, əlavə 2 gün məzuniyyət hüququ, 9 il yarım idi, oldu 10 il. Bir qadın idi, bir uşağı vardı, əlavə bir uşaq da dünyaya gətirdi. Yəni, bütün bunlar hamısı müqavilənin dəyişməsinə gətirir. Əmək haqqında artım oldu, vəzifədə dəyişiklik baş verdi və s. Əmək müqaviləsinə. Yəni, bunlar hamısı dinamik proseslərdir. Ona görə də mən elə nazirliklə də bizim müzakirəmiz ondan ibarətdir ki, bu məsələdə bu davamlı bir proses olduğuna görə hansısa bir variantlar tapıb fikirləşmək lazımdır ki, burada rahatçılıq çox olsun. Yəni,
suallar çıxmasın və nə işçinin, nə də işə götürənin mənafelərinə zidd olan, nə də dövlətin mənafelərinə zidd olan hallar baş verməsin. Sahib, mən bu indi növbəti suallarda sizə ünvanlayacağam. Mən düşünürəm ki, belə məsələlərdə maarifləndirmə xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Bu barədə biz növbəti suallarımızda danışacağıq. İlkin müəllim, siz necə düşünürsünüz? Ümumiyyətlə bu proses işçi və işə götürənlər üçün nə kimi üstünlüklər verir? Yəni onların rahatlıqları baxımından nəyi təmin edir? Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi işə götürənlər üçün bir sıra mühüm üstünlüklər yaratmışdır. Məsəl üçün, kağız sənədlərin hazırlanması, saxlanılması, arxivləşdirilməsinin elektron formada həyata keçirilməsi, əmək və məşğulluq ağ sistemində işə götürənlər və işçilər arasında elektron əmək müqaviləsinin bağlanması, demək, rəqəmsal sənəd uçotunun yaradılması, demək, insan resursları üzrə aparılan işlərdə prosedurların azaldılması, vaxt və resurslara qənaət, müqavilələrin tez bir zamanda demək, hazırlanması, təsdiq edilməsi, qeydiyyata alınması, elektron sənəd üzərində dəyişikliklərin və əlavələrin tez bir vaxtda aparılması, şəffaflıq və hesabatlıq kimi üstünlüklər yaratmışdır. Mən sizə deyim, praktikadan olan problemdir. Bu dəfələn bəzən məhkəmə çəkişmələrinə də gətirib. Tutaq ki, bir işçidir, onun əmək müqaviləsinə dəyişiklik getməlidir. Bu dəyişikliyi edirlər, hələ elektron olmayan dövrdən danışıram da, amma 14-cü ildən sonra məsələn də. İndi o yüklənməlidir, oradan bildiriş gəlməlidir. İşçi ona imzalamalı idi kağız formatında, ondan sonra yükləmək olardı. Məsələn, işçi işləyir sexdədir, ya struktur elədir ki, rayondadır. Amma bu işi görən HR mərkəzi aparatda oturub. O müqaviləni hazırlayırdı, işçiyə zəng eləyirdi ki, bəs gəl ginən. O da deyir, işləyəm, həftə arası gələ bilməyəcəm, şənbə günü də bunlar işləmir. Misal deyirəm. Onlarla belə misallar var ki, gətirib axı da məhkəmə praktikasına gətirib. Ya işçi yayınırdı bu və ya digər şəkildə, gəlib imzalamırdı. Bu o da vaxt getməsin deyə, maaşı axı bu günləri getməlidir, yükləyirdi ora. O sistemə bildirişi də alırdı. Amma bu kağız formatda qol çəkilməyib. Məsələn, mən şahid oldum, iştirak etdiyim məhkəmə, mən həm də vəkiləm, düzdür, vəkillik çox eləmirəm, amma nadir hallarda çıxıram. Sonra işçi ilə, tutaq ki, işə götürən hansısa bir vaxt mübahisə yaranır, əmək müqaviləsinə xitam verməli olur. Kimsə o işçiyə də başa salır ki, yəni o əmək müqaviləsini gəlib götürməlidir, məhkəməyə versin. Baxır ki, orada qol yoxdur, bunun üçün artıq fürsətdir. Heç məhkəməyə getmədən gəlir əmək müfəttişinə şikayət edir və artıq işə götürənin cəriməsi hazırdır. Yəni, belə məsələlər var. Elektronlaşma budur ki, sən artıq məsafədən gir, mən sənə göndərdim, 24 saatda vaxt verdim, zəhmət olmasa gir, oradan təsdiq elə. Təsdiq eləmirsənsə, səndən onda artıq, mən onda əmək münasibətlərini davam elətdirə bilməyəcəm. Mən müqaviləni təklif eləyirəm, sən nəsə iradın varsa, sən deyə bilərsən ki, burası ilə mən razı deyiləm. Onu çıxardıb sistemdən təzədən düzəliş edib yükləyə bilər. Amma ona bütün bunları hamısını məsafədən həll eləmək mümkündür. Baxar o iradların bildirər, nə bilməm, yazar WhatsApp üzərindən ki, bax, burası dəyişsə yaxşıdır, burası mənə sərf eləmir, burasını belə. Hamısını düzəldə bilərlər, o bir-birini görmürlər. Rap rayondadır, sexdədir, nəm şəhərin obisi başındadır. Asanlaşdı, lap xarici ölkədə ezamiyyətdədir, oradan girdi, yəni deyək, müqaviləsini təsdiq elədi və salam. Vaxt etkisinin qarşısı alınır da. Nəinki vaxt etkisini, çətinliklər var idi. Yəni deyirəm, mən praktikadan dedim ki, elektron yüklənirdi, kağız üzərində yox idi. Yox idi, İnzibati Xətalar Məcəlləsi, əmək məcəlləsinə görə bu imzalanmadan artıq bu kağız formatda imzalanmayıbsa, ora yüklənə bilməzdi. Və bu gətirib inzibati pozuntuya gətirib çıxardırdı və əmək müfəttişliyi indi bu dövrdə ki, yoxlamalar aparmırdı və bunlar daha çox üzə çıxa bilərdi. Bilirsiniz ki, 15-ci ildən sonra sahibkarlıq subyektlərini yoxlanmalar. Hətta bu olmadığı halda nə qədər belə mübahisələrə gətirib çıxardırdı. Səhməm, deyə bilərikmi, qeyri-rəsmi məşğulluğun da qarşısının alınmasında elektronlaşmanın böyük bir rolu var. Yəni, uğurlu bir vasitə. Kompleks yalnız, yəni qeyri-formal əmək bazarının ləğvində kompleks tədbirlər sırasında bu elektronlaşmanın da öz payı var. Amma deyək ki, yalnız elektronlaşma qeyri-formal əmək bazarını ləğv edəcək. Qeyri-formal əmək bazarının mövcudluğun çoxlu obyektiv səbəbləri də var da. Məsələn, deyək,
İndi bizdə minlərlə qeyri-formal əmək kollektivləri var. Məsələn, deyirlər prorabdır, ev təmir eləyir, ev tikir, nə bilim mən və s. Çoxlu kollektivlər burada işə götürən də yoxdur, işçi də yoxdur. Bunları indi biz əmək bazarına necə gətirək? Bunun artıq təkcə bir nazirliyin yükü deyil. Burada artıq başqa orqanlar var. Bunların legallaşdırılması, kölgə iqtisadiyyatı var. Özünə məşğul insanlar var ki, heç gedib sahibkarlıq subyekti kimi qeydiyyatdan keçməyiblər. O özünə məşğul insanların işə cəlb etdiyi özünün yanındakı köməkçiləri var. Onlarla heç bir münasibətlər tənzimlənməyib. Ona görə də bu kompleks tədbirlər kontekstində elektronlaşma təbii ki, çox ciddi şəkildə formal əmək bazarının formallaşmasına, əmək münasibətlərinin rəsmi müstəviyə keçməsinə kömək edən amillərdən, əsas amillərdən biridir. İlkin müəllim, Sahib müəllim ümumi statistikanı açıqladı və mən istərdim bir rəsmi olaraq Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən də bu günə olan ümumi vəziyyət necədir? Bu barədə də biz bir məlumat verəsiniz. Demək, bildiyimiz kimi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, ha belə sahibkarlıq subyekti olmayan işə götürənlər üçün 2025-ci il 1 iyuladək müddət verilmişdir. Bu günə olan məlumata əsasən, bu qeyd etdiyim sahələr üzrə işə götürənlər tərəfindən artıq 80% elektron əmək müqavilələrində keçid olunmuşdur. Sahib müəllim, bayaq biz... Amma arada qalır bizdə bir ay yarım da belə deyək. Bəli, iyulun 1-nədir. 40-45 gün. 20%, 25% bu çoxdur. Yəni bununla bağlı mən gördüm bu günlərdə nazirlik bununla bağlı bir işə götürənlərə müraciət də edib. Bəli. Amma mən fikrimcə əlavə nəsə tədbirlər də görmək lazımdır ki, çünki bundan sonra artıq bu pozuntu sayılacaq. Ona görə özünün nəticələri ola bilər işə götürənlər üçün. Ona görə də mən hesab edirəm ki, hansısa təxirə salınmaz tədbirlər planlaşdırmaq və görməyə ehtiyac var. Əslində maksimum dərəcədə bununla bağlı maarifləndirmə işləri aparılır. Həm sosial şəbəkələrdən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin belə deyim də, istər müxtəlif media hesablarından biz vətəndaşlara bu müraciətləri ünvanlayırıq. Ona görə elə bugünkü efirimizin də məhz bu mövzuya həsr olunmasının səbəblərindən biri də məhz budur ki, vətəndaşlar gecikməsinlər. Çünki iyul ayının 1-də artıq vaxt başa çatır. Sahib müəllim, bayaqları danışdıq maarifləndirmədən. Yenə də qeyd etmək istərdim ki, İctimai Şuranın üzvü olaraq necə düşünürsünüz? Vətəndaşlar ümumiyyətlə bu işçi və işə götürənlərdə bu prosesi necə dəyərləndirirlər? Sadəcə qaydadır deyə biz bunu etməliyikmi deyə edirlər? Yoxsa bunun onlara nə qədər faydalı olduğunu anlaya bilirlər? Desək ki, heç kim anlamır, yox. Amma anlamayanlar da, buna bir formallıq kimi baxanlar da çoxdur. Yəni, ümumiyyətlə, indi bilirsiniz, bəzən işə götürənlər də bundan sui-istifadə edir. Məsələn, deyək ki, əmək müqaviləsi bağlamadan işə cəlb etdikləri şəxslər deyir ki, bilirsən, mən sənə 1000 manat verə bilərəm, amma əmək müqaviləsi olmadan. İstəsən əmək müqaviləsi də bağlayaraq, amma bu zaman bil ki, bu qədər indi özəl sektorda yoxdur, amma neft sektorunda qalır da, belə deyək ki, gəlir vergiləri müvəqqəti olaraq yoxdur. Yəni, yox demək olar da 8000-dən yuxarıdır. Bəs bu qədər sosial sığorta ödəməli olasan, məsələn, 10%-ni mən verəcəm, 15%-ni sən vermə, 15%-ni mən verəcəm, 10%-ni sən verməlisən, 2% tibbi sığorta getməlidir. İşsizlikdən sığorta fonduna getməlidir, yarım faiz və s. Belə deyək. Onda deyir, belə də alasan, tutaq ki, məsələn, 1000 yox, 800 neçə manat alasan. Onda deyir, yox, elə qoy qalın qeyri-formal əmək bazarında. Maarifləndirmə hər zaman vacibdir. İndi bax, bu elektronlaşma ilə bağlı da vacibdir, çox vacibdir. İndi işə götürənlər, bunu dərk eləyənlər bəhrəsində görür. Görürlər ki, pensiya yaşına, xüsusən pensiya yaşı ərəfəsinə çatanda hər kəs başlayır yığımla maraqlanmağa. Görüm nə yığmışam. Baxıb görəndə ki, yəni əmək müqaviləsi varsa, ikili mühasibatlıq yoxdursa, o yığıbsa yaxşı da pensiya alacaq da. Yığmayıbsa artıq pensiya yaşına çatanda qalır belə, tutaq ki, 25 il sığorta stajda yoxdur. 2006-dan 18-ci iləcən ki, dövlət ki, bağışlayıb, heç olmasa bir gün işləyənlərə 25 il bağışlayır. O imtiyazı da yoxdur, yığım kapitalı da yoxdur. Onda qalır bu yaşa görə müavinət almaqda. Bu da artıq sonra başlayırlar narazıçılıq ki, mən nə bilim, mən filan qədər filan sahədə can qoymuşam, amma mənə cəminəm 220 manat pul verirlər. Ona görə də maarifləndirmə hər zaman lazımdır. İndi burada maarifləndirmənin istiqamətləri var da. İşə götürənlər də maarifləndirmək lazımdır. İşçiləri də maarifləndirmək lazımdır.
Ondan sonra lazım gələndə yəni bütün maraqlı tərəfləri də maarifləndirmək lazım. O maarifləndirmə yolu da gedib məsələn bir rayonda bir 50 nəfəri bir zala yığmaqla hansısa kütləvi maarifləndirmə üsullarını tətbiq etmək lazım. Düzdür, nazirlik bunun hamısını eləyib. Təlimatlar, nə bilim mən o şeylər hazırlanıb ki, ona baxıb addım-ba-addım getmək paşaqovu deyirlər Rus terminologiyasında ki, nə etmək lazımdır, addım-ba-addım getmək lazım. Hamısı görülüb, amma indi bax bu tipli, bəlkə indi bu xüsusən ərəfə ki, yaxınlaşır. Mən təklif eləyərdim ki, bu tipli verilişlərin sayı artırılsın. Yəni, hər dəfə kimlərsə baxsın, bilsinlər ki, işə götürən bilsin ki, yolun birindən onun limiti yoxdur, onu inzibati pozuntu olacaq. İşçi bilsin ki, həmin vaxtı işə götürən götürüb sonuncu gün vəziyyətdən çıxış yolu kimi müqaviləni yükləyəcək o sistemə, 24 saata o girib qol çəkə bilməyəcəksə, artıq o əmək müqaviləsinə xitam verəcək və onu da heç kəs nə əmək müfəttişliyi, nə məhkəmə, nə mediasiya heç nə edə bilməyəcəklər. Çünki mən əmək müqaviləsini təklif eləmişəm, onun bir iradı olmayıb, sadəcə girib imzalamayıb, mən də əmək müqaviləsinə xitam vermişəm. Bu deməkdir ki, mən müqaviləni imzalamıram, imzalamırsınızsa deməli bizim aramızda əmək münasibəti ola bilməz. Konstitusiyamıza görə də heç kəs əmək müqaviləsini məcburi bağlama, əmək münasibətlərinə girməyə məcbur edilə bilməz. İlkin müəllim, bəs qeyd etdik ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də bir sıra maarifləndirilmə tədbirləri həyata keçirilib, təlimlər keçirilib. Ümumiyyətlə, bu barədə ümumi bir məlumat verərdiniz. Demək, bu məsələ ilə bağlı tərəfimizdən müvafiq bildirişlər hazırlanaraq Əmək və Məşğulluq Ağ Sistemi üzərindən işə götürənlərə göndərilibdir. Müəllimin qeyd etdiyi kimi xatırlatmaq istəyirəm ki, Əmək və Məşğulluq Ağ Sistemində təlimatlar bölməsində əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi ilə bağlı video çarx da yerləşdirilmişdi. Həmin bu video çarxdan istifadə etməklə bu əməliyyatları da həyata keçirdə bilərlər. Məsələ ilə bağlı maarifləndirmə tədbirləri Respublikanın hər tərəfində həyata keçirilibdir. Bakı şəhərində, regionlarda, Naxçıvan Muxtar Respublikasında işə götürənlər təlimlərə cəlb olunubdur. Demək, əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sosial şəbəkə hesabları vasitəsilə mütəmadi olaraq posterlər hazırlanır, paylaşılır, işə götürənlərin diqqətlərinə çatdırır. Zaten mən bir də bayaqları qeyd etdi, istərdim o məsələyə bir daha geri qaydaq. Vurğuladınız ki, ümumiyyətlə əmək müqaviləsinin bağlanması dinamik bir prosesdir. Əmək müqaviləsinə düzəlişlər edilməsi, xitam verilməsi və bu istiqamətdə müxtəlif işlər görülür. Ümumiyyətlə bu işlərin həyata keçirilməsində hansısa bir təklif elədiyiniz bir variant varmı ki, bu proseslər daha rahat şəkildə həyata keçirilsin? Yəni əslində bu təkliflər var, amma bu uzun müddətli plan üçün ola bilər. Birincisi, cənab nazirlə görüşəndə də mən bunu demişəm, bizim əmək məcəlləsi ümumiyyətlə dəyişməlidir. Yəni, yeni bir əmək məcəlləmiz olmalıdır. Və ola bilsin ki, həmin məcəllədə əmək müqaviləsinin artıq çoxsaylı variantları nəzərdə tutula bilər. Məsələn, tutaq ki, kimsə 2 aylıq işə girirsə, 1 ay işə ondan əmək müqaviləsi bağlamaq zərurəti varsa, onun üçün, belə deyək, daha sadələşdirilmiş müqavilə formaları tətbiq oluna bilər. Yəni, burada diferensiasiyalı yanaşmalar ola bilər. Yəni, müxtəlif, eyni zamanda, məsələn, əmək müqaviləsində biz iş rejimləri var da, iş rejimlərinin spektri artırıla bilər. İndi bilirsiniz, məsafədən iş var. Onunla bağlı əmək məcəlləsinə dəyişiklik gedir, amma burada da açıq qalan məsələlər var da, məsələn, tutaq yeri gəlmişkən maarifləndirmədirsə, tutaq ki, kimsə evindən işləyəcək, eləmi? Evindən işləyəndə evində travma alır da, evin damı uçdu başına. O iş yeri sayılacaq və yaxud bu istehsalata bədbəxt hadisə sayılacaq, sayılmayacaq kimi məsələlər var. Axı, mən iş yerində əməyin mühafizəsinə nəzarət eləyə bilirəm və mənim üzərimdədir bütün məsuliyyət. İşə götürən bütün hallarda əməyin mühafizəsi qaydalarının, texniki təhlükəsizlik qaydalarının pozulmasına görə məsuliyyət daşıyır. Amma mən o məsafədən oturubsa, mən öz şəxsi avtomobilindən işi görürsə, işi icra eləyirsə, mən bunu eləyə bilməyəcəm. Bu məsələ var. Ondan sonrasına deyək ki, çevik iş rejimləri var. Məsələn, mən hasilat normam bu qədərdir, onun fərqi yoxdur. Mən 24 saat ərzində onu yerinə yetirəcəm. Sən mənim üçün rejim tətbiq eləmə.
Amma əmək məcəlləsində bu gün o rejimlər yoxdur. Fərqli sahələr var ki, məsələn, burada əmək münasibətlərinin tənzimlənməsinin fərqli xüsusiyyətləri ola bilər. Məsələn, bizim mən mənsub olduğum qeyri-hökumət təşkilatlarında standart əmək münasibətlərini qurmaq mümkün deyil. Burada bizdə xeyli pozuntulara yol veririk. Məsələn, işçilərə əmək məzuniyyəti vermir çox təşkilatlar, çünki 3 aylıq layihəsi var. Amma 3 ayda işləyibsə şəxs, onun da 3 aya görə də məzuniyyət hüququ var. Biz bunu etmirik. Dövlətimiz də, müfəttişlik də buna göz yumur, belə deyək, bir jest eləyir. Amma biz burada pozuntu var da. Ona görə, məsələn, qeyri-hökumət təşkilatlarında, dini təşkilatlarda, jurnalist təşkilatlarında əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri fərqli olmalıdır. Aqrar sektorda güya var əmək məcəlləsində, o heç nəyi tənzimləmir. Aqrar sektorda bu əmək münasibətlərinin tənzimlənməsinin fərqli xüsusiyyətləri olmalıdır. İndi ailə kəndi təsərrüfatlarında əmək müqavilələri demək olar ki, yoxdur. Amma bu olmağı yaxşıdır da. Amma bunu indi bax bu sistemi bura tətbiq eləmək olmur. Ola bilsin ki, gələcəkdə fərqli ailə təsərrüfatları üçün fərqli əmək müqavilələri nəzərdə tutula bilər. Hətta orada işçilərin yaş həddinə də dəyişiklik edilə bilər də. Heç kəs müəyyən eləyə bilməyəcək, heç kəs də bunu məcburi əmək deyə valideynləri cəzalandırmayacaq ki, uşağı, məsələn, 8 yaşında uşağı tutub ki, məsələn, aparıb çöldə mal-heyvan otarır, yaxud da ot biçimində nəsə kömək eləyir. Bunu indi biz məcburi əmək saya bilərik, yoxsa yox, uşaq əməyinin istismarı saya bilərik, saya bilmirik də, hamımız uşaq olmuşuq, hamımız da bu işlərdə işləmişik. Ona görə də bunları yaxşısı budur ki, yeni normalarla tənzimləmək məsələsi ortaya çıxsın. O cümlədən əmək müqaviləsinin özündə də həm diferensiasiyalı əmək müqavilələri ola bilər, işçi hüquqlarını pozmadan, minimum standartları pozmadan, əmək mühafizəsi məsələlərinə xələl gətirmədən fərqli əmək müqavilələri də ola bilər. Amma bu gələcəyin işidir. İndiyə mənim belə bir əsaslı təklifim yoxdur. Olanları da müzakirə eləmişik, demişik. Təşəkkür edirəm. İlkin mənim son olaraq bizi izləyən izləyicilərimizə, xüsusilə də işə götürənlərimizə bu ümumi proseslə bağlı, elektronlaşma ilə bağlı nə kimi tövsiyələriniz var? Demək, Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq vaxt məhdudiyyətinin qısa olduğunu da nəzərə alaraq iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işə götürənlərdən iyulun 1-nə dək elektron əmək müqavilələrindən keçid etməklərini xahiş edir. Sahib müəllim, son olaraq siz də eşitmək istərdik. Nə kimi tövsiyələriniz var? Tövsiyələr odur ki, yəni bu bir dənə onu mən işə götürənlərin maraqları nöqteyi nəzərdən çıxış edib deyə bilərəm. Təbii bu nazirliyin səlahiyyətlərindən biraz kənara çıxır. Təbii bu işləri görülməlidir. Amma bu məsələdə hansısa obyektiv səbəbdən problemlər olacaqsa, deyək ki, o cəza, tənbih sistemini bir qədər gecikdirmək olar. Çünki elə obyektiv səbəblər var ki, bu işə götürənin iradəsindən hətta bəzən asılı olmur da. Yəni ona görə ümid edirəm məhz belə də olacaq, amma hər halda mən həm işçilərin, həm işə götürənlərin mənafeləri nöqteyi nəzərindən belə bir liberal yanaşma. Amma bu demək deyil ki, göstərilən müddətdə bu işlər başa çatmamalıdır. Təşəkkürümü bildirirəm və belə qənaətə gələ bilərik ki, ümumiyyətlə əmək münasibətlərinin elektronlaşması əmək münasibətlərinin həm təhlükəsizliyi, həm də şəffaflığı baxımından ümumiyyətlə mühüm əhəmiyyət daşıyır. Yəni bu təkcə işə götürənlərin deyil, eyni zamanda işçilərin də hüquqlarının qorunması baxımından mühüm vacib bir məsələdir və ona görə də bütün bizi izləyən hər bir izləyicilərimizə üst tutub bildirmək istəyirik ki, iyul ayının 1-nə qədər vaxtınız var. Gedib qeydiyyatdan hər biriniz əmək müqavilələrini elektron qeydiyyatdan keçirsinlər. Belə əziz izləyicilər, indi isə istərdim ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə olan müraciət formalarını ənənəvi olaraq xatırladaq. Əgər siz də əmək hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərsiniz. Dövlət Əmək Müfəttişliyi Xidmətinin müraciət formaları ekrandan da gördüyünüz kimi 142 çağrı mərkəzi, dost mərkəzlərinə yaxınlaşa bilərsiniz. Xidmətin sosial şəbəkə hesablarından, Facebook, Instagram və digər sosial şəbəkələrdən bizə yaza bilərsiniz. Eyni zamanda WhatsApp nömrəmiz 010 525 55 45, elektron poçt ünvanı demx@sosial.gov.az və poçt ünvanı Svetlana Məmmədova küçəsi 107. Belə əziz izləyicilər, bugünlük isə bizdən bu qədər. Növbəti efirlərdə görüşmək üzrə. Sağ olun.